Deməli, Faiq, sənin bilirəm ki, əslində əsas saxladıqların qurdbasarlardır. Yəni, sənin üçün birinci nömrədə olan qurdbasarlardır. Bəli, bəli. Bunun əsas səbəbini bizim izləyicilərimizə zəhmət olmasa bildirməyi istəyərdim. Əsas məqsəd budur ki, hər bir ölkənin öz milli it cinsi var. Sərvəti deyək. Sərvəti, bəli. Bəli. Bizim Azərbaycanın da milli sərvəti olan yerli qurdbasarlarımız. Bəli. Bunların artıq belə desək, nəsilləri tükənmək üzrədir. Və çalışdığımız qədər, bacardığımız qədər bunların nəslini artırırıq və bir çox rayonlara, ehtiyacı olan çobanlara və s. göndəririk ki, sırf tələbat bizim yerli itləri olsun. Bəli. Necə ki, Türkiyənin kanqalı, necə deyərlər, hər bir ölkənin öz itləri olduğu kimi, bu da bizim yerli it cinsimizdir. Ona görə məqsədimiz də budur ki, bunları belə saxlayaq, artıraq və damazlıq kimi istifadə edirik. Artıq Qarabağımızda işğaldan azad olunub, yetərincə sahələrimiz, gələcəkdə təsərrüfatlarımız, İnşallah təsərrüfata da çox gözəl yarayırlar. Qoyunçuluğa, maldarçılığa çox mükəmməl aktiv heyvanlardır. Və dediyim kimi də inşallah məqsədimizə, arzumuza çatacağıq Allahın izni ilə və Azərbaycanın milli sərvəti olan qurdbasarı bütün dünyaya tanıdacağıq. İnşallah, inşallah. Bəs ümumiyyətlə bu deyirsən ki, nəsli tükənmək üzrədir. Bu niyə baş verir? Sənin fikrin bu barədə necədir? Qarışdırırlar. Qarışdırırlar, itlərin, necə deyərlər, nəsilləri, cinsləri ortalıqda itbat olur gedir. Yəni, hər bir iti öz cinsi ilə cütləşdirilsə daha gözəl olar. Çox gözəl mövzuya toxundun əslində. Çünki yəni, bu da mənim üçün də bir yaralı yerdir ki, mənə də çox vaxt sual verirlər ki, ovçarka ilə o cinsi vursam necə olar, bu cinslə bu cinsi vursam necə olar. Mən də həmişə deyirəm ki, artıq bu seleksiya baş verib də, yəni artıq olunan olunub və lazımı cinslər alınıb. Sizin o cinslərə yenidən nəsə üzərində eksperiment aparmaq yalnız o doğulan balalara zərər verəcək, belə deyək, ataya zərər verəcək, anaya zərər verəcək. Bəli, bəli. Yəni bundan sonraki itlərə yalnız zərərdən başqa heç nə verməyəcəksiniz deyə deyirəm, iradımı da bildirirəm. Amma təbii ki, bizim də öz bildiyini oxuyan insanlarımız az deyil. Ona görə də sən dediyində çox böyük həqiqət var ki, həqiqətən də yəni insanlar gözəl olan şeyləri də korlamağı çox gözəl bacarırlar. Haqlısan. Bəli, hər kəs saxladığı heyvanın öz cinsi ilə necə deyərlər, cütləşdirsə daha gözəl olar. Ümumiyyətlə, mən bu işi professionalların görməsinin tərəfdarıyam. Çünki niyə? Sadəcə olaraq kimdəsə bala satıb bir dəfə əlində 300-500 manat pul görüb deyə qaçır bir dənə bala alır, böyüdür onu, başlayır ticarətinə. Bu düzgün bir şey deyil. Onun sən həqiqətən yəni, yetişdiricisi deyilsənsə, mən onu belə deyək də çoxlu şəkildə cütləşdirib satılmasının əleyhinəyəm. Əsas şəraitləri gözəl olsun. Baxırsan ki, bunlar sərbəstçiliyi, azadçılığı sevən heyvanlardır. Burada bizdə bu qədər it var. Hamısı növbə ilə, erkək dişi saatla çölə buraxılır, geniş ərazimizə buraxılır, gəzirlər, dolanırlar. Heç vaxt zəncirə vurmuram. İnsanlar da var ki, şəraiti yoxdur, baxırsan ki, iti dustaq həyat yaşadır. Balaca bir yerdə plus zəncir də vurur, qısa bir zəncir də vurur. Yəni, necə izah edim? Şəraiti olan saxlasa heyvanları daha gözəl olar. Bəli. Əziz izləyicilər, biz deməli sizə gedirik indi qurdbasarları dənə-dənə göstərib, sizə onlar haqqında xolkası, yaşı və kimin nəvəsi, nəticəsi, kötücəsi, bibisi oğlu, dayısı olduğunu göstərək etdik. Əzizlərim,
şərait budur. Qurdbasarlarımızın yaşadığı yer. Valyerləri, Faiq, hamısının su şəraiti, hər bir şey yuyulması üçün Bəli, bəli. hər bir şəraiti Yüksək var. səviyyədə. Şükür, işıqlandırılması. Faiq, itlərimizi tanış edə zəhmət olmasa. Bu bizim Oskar. 3 yaş. 75-77 arası xolkasıdır. 3 yaşı var. Çəkisi nə qədərdir təxmini? 48. Bu kimlərdəndir? Bu bizə gəlib Lənkəran zonasından, yəni Talış zonasından gəlib. Oranın qurdbasarıdır. Nə gözəl. Bu bizim artıq öz seleksiyamızdır. Hı -hı. Aybala nəslindən olan qoca, belə deyək də, qurdbasar sevənlər artıq biləcəklər. Qoca Aybala var idi. Bəli. Qoca Aybalanın nəvəsidir. Nəslindəndir deyək. Bəli, nəvəsidir, bu isə oğludur. Bu isə oğlu. Bəli. Bu da bunun qarısı. Yaxşı, yaxşı. Deməli, o nəvəsi bu birbaşa oğlu. Bəli, o da bunun oğlu. Ata nəslindən olan. Pata? Pata. Pata nəslindən olan sonuncu, deyək ki, nəslin sonuncu nümayəndələrindən olan bir itdir. Amma qəşəng erkəkdir. Bəli, damazlıqdır. Nə? Haydi, gəl. Bunun xolkası nə qədərdir? 75. Çəkisi? Bunlar da İstanbul. 55. 55. Yaşı nə qədərdir? 2 yaş. Artıq balaları var. Bəli, yuxarıdakı balalar bunun balalarıdır. Hə. Bizim Valkadav çəkilişimizdə orada arada görsənən balalar onun balalarıdır. Bu bizim tarodur. Qazaxdan gəlib bizə. Taro. Hamısı o qədər sevgi ilə böyüyür ki, artıq yaxınlaşan kimi özləri yaxınlaşır, qalxır. Elədir, əlbəttə. Yəni demək istədiyim bax buydu. Bu qədər it saxlasam belə, Bəli. hamısına eyni sevgi, eyni diqqət, eyni qayğı. Çox gözəl. Yaxşı. Nümunə sürü iti. Bu bizə sürüdən gəlib. Sürüdən gəlir. Bəli, Amma bəli, sən damazlı. dediyin kimi əsl sürü itidir. Əsl qurdbasar. Bəli. Əsl elə sürü itidir. Bəli, bəli. Bunun da xolkası təxminən 70-75. 5 bəli. Çəkisi Çəksi 55-60 arası. 55-60 arası. Yaşı neçədir onun? 6. Bu sıra sırf dişilər, erkəklər bir-birlərini görməməsi üçün Bəli. Reaksiya Gözəl, gözəl. Gözəl. Asena. Bu bizim Asenamızdır. Bəli. Çox gözəl. Bala verir, damazlığa ideal. Yararlı bir qurdbasardır. Bu da onun bacısıdır. Sırf damazlığa gözəl, yararlı qurdbasar erkək və dişi saxlayırıq. Bu isə Aybala nəslindən olan qeyd elədiyim kimi Bəli. Batırın bacısıdır. 13 Çox yaşı gözəl. var. Gənc itə oxşuyur. Bəli, bəli, gəncdir. Burada yaşlı it Demək olar ki, yox. yoxdur. Bir dənə o sürüdən gələn. 6 yaşında Bəli. olan odur. Bu da Aybala nəslindən olan. Bu Batırın qızıdır. Batırın qızıdır. Göstər Batırı, bir də yadlarına salaq. Batır. Onun qızıdır. Bəli, bəli. Onun qızıdır. Yaxşı, 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 yaxşı. Bu Müjü çox gözəl damazlı. Adı Müjüdür? dişi. Bəli, bəli. Çox gözəl. Çox qəşəng adı var. Tənbəl Hiss olunur. və sevimli. Hə, müjə. Haydi, haydi. Oy səni oğlu. Sizə nə olub, hə? Belə ola bilmirsiniz?
Bu da Batırın balasıdır. Bu vəbşə yatıb. Bunu çəkdin. Bu Batırın Tənbəl. qızıdır. Buna dalımca gəlir. Bu. Batırın qızıdır. Əlbəttə. Onun bacısıdır deməli o bayaqki. Orada göstərdiyimin bacısı. Bəli. Anaları isə Asenadır. Bu da bizim Qurdbasar küçüklərimiz. 35 günlük. Erkək məndədir, dişi səndədir. Dişiləməlidir. Orada da var. Bəli, Onlar orada çək. da varımızdır. O şeydir, dəmiri yeyir. Çıxmaq istəyir. Bunlar deməli bayaqları adı necə dedin? Taroydu deyəsən. Onun balalarıdır yoxsa Patanın. patanın? Patanın balaları. Patanın balalarıdır. Bəs dişi? Dişi isə Nala. Qeyd elədiyim Asenanın bacısı. Hə. Bəs ümumiyyətlə Faiq, birinci sual. Eyni itləri neçə vaxtdan bir cütləşdirirsən və yaxud da ayrı-ayrılıqda olan itləri neçə vaxtdan bir cütləşdirirsən? Mənim gözəl qardaşım, əsas seleksiyada qan tutuşumudur. İt olur ki, məsələn, cütə vurursan, yaxşı bala vermir. Deməli, bunların qanları tutuşmur. Gözəl balalarda vermir. Gözlədiyindən daha pis olur. Amma itlər də var ki, baxırsan, boyu ilə, çəkisi ilə hardasa uyğunlaşdırırsan və gözəl balalar əldə edə bilirsən. Anladım. Amma ümumiyyətlə, yəni götürəndə təxminən neçə vaxtdan bir sizdə ümumiyyətlə bala olur? Dişilərimiz yetərincə var və balalar olandan sonra bir partiya müalicə olunur, içalatı yuyulur, təmizlənir. İkinci səfər artıq yenidən cütə vurulur. Yəni ananı necə deyərlər? İncitmirsiniz, belə deyək. Bəli. Bəs yaxşı, o deyirdin, misal üçün çobanlara falan göndəririk. Bəli. Həqiqətən də tələbat varmı? Yəni istəyənlər bir o qədər sən düşündüyün kimi varmı? Göndərdiyimiz əksər balaların hamısının nəzarətə. Mütəmadi nəzarət. Bəli. Maraqlanırıq, şəkil, video tələb edirik, baxırıq, saxlanma şəraitinə. Həqiqətənmi sürüdədir, yoxsa aparıblar, sırf bağlayıblar dustaq kimi. Yəni hamısına nəzarət olunur. Həqiqətən də, yəni o mütləq bir şərtdir. Bəli. Hər adam, yəni hər bala satan insan bu şeyləri eləmir. Bu olunmalıdır. Mütləq şəkildə nəzarət önəmlidir. Burada sırf pul xatiri iş görülmür. Yəni insanlar var ki, sırf həqiqətən ehtiyacı var təsərrüfatına və itləri var. Amma ürəyicə olmayan itlərdir. Sürüyə yararsız it, belə deyək. Mən ümumiyyətlə belə bir şey deyim sənin bu söz və qüvvət olaraq ki, yəni sən bu balaları o qiymətə satmırsan ki, sən buradan xeyir görəsən. Bunu normalda, yəni belə deyək də, sən elə bu balaları saxladığın günə qədər yedizdirdiyin qida falan ora-bura. Bəli. Mən düşünürəm ki, yəni 300 manat, yəni belə deyim əziz izləyicilər, 300 manata dişi təklif olunur, 500 manata erkək. Yəni o summada zaten yeməklə, belə deyək də, qurd dərmanı ilə falan, yəni o məbləğ artıq çıxılır, yəni saxlayan adamdan. Ona görə düşünürəm ki, zaten burada sən dediyin kimi məqsəd satış eləyib pul qazanmaq deyil, heç olmasa öz saxlanıcılarını çıxarmaqdır, belə deyək. Ən əsas da yerli qurdbasarlarımızı tanıtmaq. Əlbəttə. Sırf məqsəd budur. Həm tanıtmaq, həm nəslinə davam elətdirmək. Əlbəttə ki. Çox gözəl. Təbii ki, belə deyək də, hər bir şəxs, belə deyək, vətənpərvər olan şəxs öz vətəninin yetişdirdiyi nələrləsə, bu istəyir canlı, istəyir nəsə istehsal və yaxud da fərqi yoxdur. Yəni, öz ölkəsində olan, dediyim kimi, yəni istehsal olunan və yaxud da orada yetişdirilən canlılar üçün xoş olur. Yəni ki, bu mənim ölkəmin yetişdirib. Yəni, ölkəm istehsal edib bunu, ölkəm yetişdirib. Bu çox xoş bir hissdir.
Əzizlərim, növbəti buraxılışlarda və yaxud da Faiqə nəsə vermək istədiyiniz sualınız falan varsa, kommentlərdə mütləq şəkildə gözləyirəm. Əgər Faiqdən bala əldə eləmək istəyirsinizsə, Instagram üzərindən Kennel Azərbaycan, səhv eləmirəmsə elə TikTokda da, bütün sosial şəbəkələrdə də eyni adlandır, Kennel Azərbaycan. Nəsə bir sözünüz, müraciətiniz olarsa, müraciət eləyə bilərsiniz. Faiq, təşəkkür edirəm sənə bu gözəl çəkiliş üçün. Allah razı olsun sizə. Minnətdaram. Gəldiyiniz üçün, çəkdiyiniz üçün. Yox, xoşdur. Tanıtımda, dəstəyiniz üçün. Mənim özümə zaten bilənlər bilir ki, yəni mən buradan pul qazanmaq məqsədli deyil də, yəni mən də bu itlərə olan münasibəti dəyişmək üçün, daha gözəl münasibət göstərmək üçün itlərlə məşğulam bu işlə. İnşallah nəsə eləməyə çalışırıq. İnşallah yaxşı olar. İzləyicilərimizə də bizə dəstək olandan sonra gözəl olar deyə düşünürəm. İnşallah. Gedək biz. Gəlirsən mənlə. Əziz izləyicilərim, bu buraxılış da bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Like qoyub abunə olmağı unutmayın. Sağ olun. Sağ olun.